Və alimlərimiz buyururlar ki, özlüyündə vacib olan ilk şey ma'rifətullahdır. Buna deyirlər əvvəlu vacibin li zatihi. Özlüyündə vacib olan ilk şey ma'rifətullahdır. Yəni Allah Cəllə və Alə bizə onu tanımağı əmr etmişdir və bizim üzərimizə ilk vacib də məhz budur. Nəyə görə biz deyirik ki, özlüyündə vacib? Çünki əsas qayə, əsas məqsəd budur. Ona görə buna deyirlər əvvəlu vacibin li zatihi. Özlüyündə vacib olan ilk şey ma'rifətullah. Və məzhəbdə mötəbər və mötəməd olan da budur. Allahı nəzər vasitəsilə tanımaqdır. Yəni, ilk vacib mərifətullahdır. Mərifətullah hansı yolla sabit olur? Mərifətullah açıq aydın dəlillər və danılmaz subutlar vasitəsilə hasil olur. Və bu subutlar və dəlillər bizim öz yaradılışımızda, göylərdə və yerdə və bu ikisi arasında olanlarda mövcuddur. İnsan bu şeylər barədə təfəkkür edəcəyi və nəzər yetirəcəyi zaman mərifətullaha çatacaq. Yəni, Allahı tanıyacaq. Ancaq qeyd etdiyimiz kimi, uca Allahı tanımaq şəriət yolu ilə vacib edilir. Həmbəli imamları qatında mötəməd olan görüş, hər bir insana uca Allahı nəzərlə tanımağın vacibliyidir. Və sual oluna bilər, əgər bir adam Allahı tanımaqda digər insana təqlid edərsə, onun hökmü nədir? Yəni, misal üçün, bir insan Allah Cəllə və Aləni tanımaqda hansısa bir adama təqlid etmişdir. Nəzər yetirməmişdir. Yəni, Allah Cəllə və Aləni nəzər və istidlal yolu ilə yox, kiməsə təqlid edərək tanımışdır. Belə bir kimsənin hökmü nədir? Və bu sualın cavabı olaraq deyiləcək ki, Allahı Cəllə və Alə tanımaqda təqlid edən şəxs bu halda günah daşıyır. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel-aqibetu lil-muttaqin. Ve la udvana illa ala'l-zalimin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ve men tabi'ahum bi ihsanin ila yevmiddin, amma ba'd. Əsəl əhli olmuş həmbəli imamlarının etiqadı barədə yazılmış Əl-Ayn vəl-Əsər adlı kitabı oxumağa davam edirik. Keçən dərsdə kitabın ilk fəslini oxumağa başladıq. Və müəllif həmin fəsildə insanın üzərinə ilk vacibin mərifətullah, yəni uca Allahı tanımaq olduğunu qeyd etdi. Yəni, insanın üzərinə ilk vacib Allah Cəllə və Aləni tanımaqdır. Və Allahı tanımaq nəzər ilə hasil olur. Yəni, biz Allah Cəllə və Aləni nəzər və istidlal yolu ilə tanıyırıq. Və keçən dərsdə qeyd edildi ki, nəzər kəlməsi, yaxud da ki, nəzər məfhumu tələb olunan məqsədə çatdıracaq tərzdə müqəddimələrin ardıcıl düzülməsidir. Və buna da bir neçə misal göstərdim. Yəni, hökmün ortaya çıxarılması məqsədi ilə müxtəlif şeylərin həqiqətlərini düşüncə və təfəkkür vasitəsi ilə ortaya çıxarmaqdır. Misal üçün, Allah Cəllə və Alə Quran-ı Kərimdə buyurur, قُلْ اِنْظُرُوا مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ De, göylərdə və yerdə nələrin olduğuna nəzər yetirin. Yəni, Allah Cəllə və Alə Quran-ı Kərimin bir çox ayətlərində bizə onun yaratdığı məxluqata nəzər yetirməyimizi əmr edir. Həmçinin imamlarımız mərifətullahın, yəni Allah Cəllə və Aləni tanımağın istidlal yolu ilə də sabit olduğunu qeyd edirlər. Və istidlal sözü ümumiyyətlə nədir? Alimlər buyururlar ki, talabud dəlilil murşid iləl matlub, yəni məqsədə çatdıran dəlili axtarmaq, dəlili tələb etməkdir. Yəni, əslində, nəzər və istidlal bir-birinə yaxın mənalarda olan sözlərdir. Və Allahı Cəllə və Alə tanımağa aparan nəzər və istidlal hər bir ağıl sahibi olan insandan tələb olunur. Hər bir ağıl sahibindən Allahı tanımaq tələb olunur və bunu nəzər və istidlal yolu ilə etməsi lazımdır. Çünki Allahı tanımayan bir kimsənin ona ibadətlə yaxınlaşması, ona tərəf can atması mümkün deyil. Yəni, insan tanımadığı bir varlığa necə ibadət edib, necə onu sevə bilər. Və Allaha təqərrüb etməyin şərti, yəni ona yaxınlaşmağın şərti, yaxınlıq axtardığı kimsəni tanımasıdır. Çünki biz Allahı Cəllə və Alə gözlərimizlə müşahidə edə bilmirik və onu zəruri olaraq da tanımırıq. Biz Allahı zəruri olaraq tanımırıq və bu mövzuya mən dərs əsnasında toxunacam.
Və bu səbəbdən onu nəzər və istidlal yolu ilə tanımaqla mükəlləf edilmişik. Hər bir mükəlləf və qadir olana, yəni nəzər yetirməyə qadir olan kimsəyə onu tanımaq vacibdir. Hər bir mükəlləf deyildikdə mükəlləf kimlər qəsd olunur? Yəni yetkinlik yaşına çatmış, həddi buluğa çatmış kimsələr və ağlı başında olan kimsələrdir. Mükəlləf deyildikdə şəriət məfhumunda bu şey qəsd edilir. Və alimlərimiz buyururlar ki, özlüyündə vacib olan ilk şey ma'rifətullahdır. Buna deyirlər əvvəlu vacibin li zatihi. Özlüyündə vacib olan ilk şey ma'rifətullahdır. Yəni Allah Cəllə və Alə bizə onu tanımağı əmr etmişdir və bizim üzərimizə ilk vacib də məhz budur. Nəyə görə biz deyirik ki, özlüyündə vacib? Çünki əsas qayə, əsas məqsəd budur. Ona görə buna deyirlər əvvəl vacibin li zatihi. Özlüyündə vacib olan ilk şey ma'rifətullahdır. Əvvəl vacibin li qeyrihi isə, yəni digər şeydən ötürü olan ilk vacib ma'rifətullaha çatdıran nəzər və təfəkkürdür. Digər şey, yəni Allahı tanımaqdan ötürü ilk vacib nəzər və təfəkkürdür. Yəni insana ilk olaraq nəzər yetirmək vacib edilmişdir. Lakin nəzər özlüyündə bir qayə deyil, məqsəd deyil. O nəzər nəyə görə bizə vacib edilmişdir? Özlüyündə vacib olan şeyə çatmağımızdan ötürü. Özlüyündə vacib olan şey də nədir? Ma'rifətullahdır. Yəni əsas qayə, əsas məqsəd ma'rifətullahdır. Və məzhəbdə mötəbər və mötəməd olan da budur. Allahı nəzər vasitəsilə tanımaqdır. Yəni ilk vacib ma'rifətullahdır. Ma'rifətullah hansı yolla sabit olur? Ma'rifətullah açıq aydın dəlillər və danılmaz sübutlar vasitəsilə hasil olur. Və bu sübutlar və dəlillər bizim öz yaradılışımızda, göylərdə və yerdə və bu ikisi arasında olanlarda mövcuddur. İnsan bu şeylər barədə təfəkkür edəcəyi və nəzər yetirəcəyi zaman ma'rifətullaha çatacaq. Yəni Allahı tanıyacaq. Ancaq qeyd etdiyimiz kimi uca Allahı tanımaq şəriət yolu ilə vacib edilmişdir. Bunu biz keçən dərsimizdə oxuduq, müəyyən qədər onun təfərrüatına vardıq. Yəni şəriət yolu ilə Allahı tanımaq vacibdir, əqlən yox. Allahı əqlən tanımağın vacib olduğunu deyənlər mötəzillər olmuş və həmçində maturidilərin görüşü də budur. Lakin həmbəli imamları Allahı tanımağın şəriət yolu ilə vacib olduğunu qeyd edirlər. Həmçinin əşarilərin də məzhəbi budur. Və bu səbəbdən nəzər yetirməyin vacibliyini ifadə edən dəlillər şəriətimizdə, yəni Quran və sünnətdə gəlmişdir. Misal üçün Allah Cəllə və Alə Ər-Rum surəsində buyurur: "Əvələm yətəfəkkəru fi anfusihim mə xalaqallahu s-səmavati vəl-arda və mə beynəhumə illə bil-haqqi və əcəlin musəmmə." Onlar öz nəfslərində Allahın göyləri, yeri və onların arasındakiləri haqq olaraq və müəyyən bir müddət üçün yaratdığını heç düşünmədilərmi? Yəni Allah Cəllə və Alə buyurur ki, Allah Teala bütün bu şeyləri, yəni qeyd etdiyi şeyləri xəlq etmiş və bunu müəyyən bir müddətin təyin etmişdir. Məgər siz bu şeylər barədə düşünmüsünüzmü? Yəni bu şeylər barədə təfəkkür etmirsinizmi? Digər bir ayətdə isə Allah Cəllə və Alə buyurur: "Unzuru ilə səmerihi ilə əsmər və yan'ih, innə fi zəlikum ləayətin liqavmin yu'minun." Bar verərkən və yetişdiyi zaman onun meyvəsinə baxın. Yəni Allah Taala'nın yaratdığı o bitkilərə, o meyvələrə, səmərələrə baxın. Şübhəsiz ki, bütün bunlarda iman gətirən bir qövm üçün Allahın varlığını və birliyini göstərən dəlillər vardır. Yəni Allah Cəllə və Alə'nin varlığının nişanələri məhz onun yaratdığı məxluqatdadır. Göylərdə və yerdə, onun arasında olan şeylərdə, insanların öz daxilində və onların ətrafında olan şeylərdə Allahın varlığına dəlalət edən nişanələr, əlamətlər var. Və həmçinin buna bənzər digər ayətlər də Quran-ı Kərimdə çox gəlmişdir. Və həmin ayətlərdə Allah Cəllə və Alə bizə nəzər yetirməyi əmr edir. Və aydın olur ki, uca Allahı nəzərlə tanımaq əqlən deyil, şəriət yolu ilə vacib edilmişdir. Çünki ağıl bir şeyin gözəl yaxud çirkin olduğuna hökm vermir və vacib şeylərdən heç birinə qərar çıxarmır. Yəni ağıl bir şeyin çirkin, bir şeyin yaxşı və yaxud hansısa bir vacibiyyətin üzərimizdə təyin edilməsinə qərar çıxarmır. Ağılda elə bir funksiya yoxdur. Yəni nəyin haram, nəyin halal olması hökm vermir. Bütün bu şeylər uca Allah tərəfindən göndərilmiş peyğəmbərlər vasitəsilə sabit olur. Misal üçün Allah Cəllə və Alə Quran-ı Kərimdə buyurur: "Rusulan mubəşşirin və munzirin liəllə yekuna lin-nasi alallahi huccetun ba'dar-rusul." Müjdə verən və xəbərdar edən peyğəmbərlər göndərdi ki, peyğəmbərlərdən sonra insanların
Allaha qarşı bir bəhanəsi qalmasın. Və bu ayətdən anlayırıq ki, Allah Cəllə və Alə öz elçilərini ağıl sahibi olan insanların Allaha qarşı bir bəhanəsi qalmasın deyə göndərdi. Yəni, əgər insanlara peyğəmbərlərdən öncə ağıl yolu ilə hər hansı bir şey vacib olsaydı, bu zaman belə deyilərdi. Ağıldan sonra insanların Allaha qarşı bir bəhanəsi qalmasın. Lakin Allah Cəllə və Alə bu ayətdə belə söyləmir. Allah Teala buyurur ki, peyğəmbərlərdən sonra insanların Allaha qarşı bir bəhanəsi qalmasın. Və bu dediklərimizdən bəlli olur ki, Həmbəli imamları qatında mötəməd olan görüş hər bir insana uca Allahı nəzərlə tanımağın vacibliyidir. Və sual oluna bilər, əgər bir adam Allahı tanımaqda digər insana təqlid edərsə, onun hökmü nədir? Yəni, misal üçün bir insan Allah Cəllə və Aləni tanımaqda hansısa bir adama təqlid etmişdir. Nəzər yetirməmişdir. Yəni, Allah Cəllə və Aləni nəzər və istidlal yolu ilə yox, kiməsə təqlid edərək tanımışdır. Belə bir kimsənin hökmü nədir? Və bu sualın cavabı olaraq deyiləcək ki, Allahı Cəllə və Alə tanımaqda təqlid edən şəxs bu halda günah daşıyır və ona nəzər yetirmək vacibdir. Və bizim alimlər buyururlar ki, əgər bir adam nəzəri tərk edərsə, uca Allahı, Allah Cəllə və Aləni tanımaqda, onun vəhdaniyyətini bilməkdə, kiməsə təqlid edərsə, ancaq eyni zamanda təqlidində şək şübhəyə düşməyəcək bir tərzdə yaqin bir hal üzərə olarsa, beləsi mömin hesab ediləcək. Yəni, bir insan nəzər yetirmədən kiməsə təqlid edib, Allah Cəllə və Aləyə iman etmişdir. Bu insanın imanı səhihdirmi? Bəli, səhihdir. Əgər o insan imanında şək şübhəyə düşmürsə, tam bir yaqinlik üzərindədirsə, belə olan halda onun imanı qəbul edilir. Lakin o nəzər yetirməyə qadir olduğu halda onu tərk etməsi ilə günahkar hesab olunur. Yəni, belə bir insan günahkar hesab olunur. Nəyə görə? Çünki ona dinin təməlində heç kəsə təqlid etmək icazəli deyil. Allahı tanımaqda heç kəsə təqlid etməsi icazəli deyil. Və dinin təməli dediyimiz zaman da qəsd olunan məhz budur. Yəni, Allah Cəllə və Aləni tanımaqdır, mərifətullahdır. Və insan nəzər yolu ilə ya icmalı, yəni yığcam şəkildə, ya da müfəssəl dəlil əldə edir. Yəni, insan nəzər yetirəcəyi zaman ya yığcam dəlil əldə edir və yaxud da ki, müfəssəl. Və öncəki dərsdə qeyd etdiyimiz kimi, cüzi nəzərin olması kifayətdir və onun müfəssəl olması şərt deyil. Cüzi nəzər yetirməklə insanın Allah Cəllə və Aləni tanıması mümkündür. Şərt deyil ki, Allah Cəllə və Aləni tanımaq üçün müfəssəl nəzərə baş vursun. Bəziləri uca Allahı nəzər və istidlal yolu ilə tanımağın ilk vacib olmasını qəbul etməmişlər və ilk vacibin şəhadət olduğunu demişlər. Və buna dair Muaz İbn Cəbəlin Yəmənə göndərilmə hədisini və bəzi digər şeyləri dəlil gətirmişlər. Yəni, bu görüş sahibləri demişlər ki, ilk vacib şəhadət kəlməsidir. Allahı nəzər yolu ilə tanımaqsa, bu sonradan ixtira edilmiş sözdür. Yəni, bu sözü deyənlər var. Və bu əsasən Taqiyüddin İbn Teymiyyə və onun şagirdi İbnül Qeyyim və onların görüşlərində olanların sözüdür. Onlar deyirlər ki, insan üzərinə ilk vacib şəhadət kəlməsidir. Allahı nəzər yolu ilə tanımaq isə vacib deyil və yaxud da ki, ilk vacib bu deyil. Əvvəla onu qeyd etmək lazımdır ki, hər bir mükəlləfin üzərinə ilk vacibin mərifətullah olması müsəlmanların ittifaq etdiyi bir məsələdir. Yəni, bütün firqələr buna ittifaq etmişlər. Əhl-i sünnət firqələri, mütəzillər və digər firqələr insanın üzərində ilk vacibin Allahı tanımaq olduğunu demişlər. Onların arasında ixtilaf sadəcə mərifətullahın ilk mütəalliqini təyin etməkdə baş vermişdir. İlk mütəalliq nədir? Yəni, o mərifətullaha çatdıran səbəblərdə ixtilaf etmişlər. Misal üçün, bəziləri ilk olaraq nəzərin vacib olduğunu demişlər. Bəziləri nəzərin bir hissəsinin, bəziləri nəzər yetirmək üçün qəsdin olmasını və s. Yəni, buna bənzər görüşlər demişlər. Yəni, mərifətullaha çatdıran məsələlərdə ixtilaf etmişlər. Lakin ilk vacibin Allahı tanımaq olmasında alimlərin ittifaqı var. Və keçən dərsdə dediyim kimi, Həmbəli imamları etiqad kitablarının əvvəlində insanın üzərinə ilk vacibin uca Allahı tanımaq olduğunu qeyd edirlər. Yəni, mərifətullah insanın üzərinə ilk vacibdir. Həmçin bizim məzhəbin ən mötəbər üsul kitabı hesab olunan Şərh Muxtasar-ı Təhrir kitabında buyurur ki, mərifətuhu cəllə və alə əvvəlu vacibin li nəfsihi aləl mükəlləfi bin nazar fil vücudi vəl məvcud. Buyurur ki, hər bir mükəlləfə vücud və mövcudda nəzər ilə Allahı cəllə və alə tanımaq özlüyündə ilk vacibdir. Yəni, bizim mötəbər üsul kitabında da
insanın üzərinə ilk vacibin Allahın nəzərlə tanımaq olduğunu qeyd edir. Və mərifətullahın ilk vacib olması və onun digər vaciblərin önündə gəlmə illəti onun bütün dini biliklərin təməli olmasından ötürüdür. Bütün dini biliklərin təməli mərifətullahdır, yəni Allahı tanımaqdır. Bütün digər vaciblər ondan şaxələnir. Və bundan savayı uca Allahın zatında, sifətlərində, feillərində bir olması həmin mərifətullaha daxildir. Yəni mərifətullaha daxil olan şeylər nədir? Uca Allahın zatında, sifətlərində, feillərində bir olması. Yəni onun tək bir məbud olması ilə yanaşı bu bilgiyə sahib olmaqdır. Yəni insan bilməlidir ki, Allah Cəllə və Alə zatında, sifətlərində və feillərində birdir. Onun heç bir şəriki yoxdur. Eyni zamanda o tək bir məbuddur. Bir insanın sadəcə la ilahe illallah kəlməsini deməsi mərifətullahsız fayda verə bilməz. Yəni o kimsələr ki deyirlər ilk vacib şəhadətdir, onların sözü bununla iptal olunur. Yəni onun əsassız söz olduğu bəlli olur. Nəyə görə? Çünki bir insanın sadəcə şəhadət kəlməsini dilə gətirməsi Allahı tanımadan fayda verə bilməz. Və buradan da bəzi dəvətçilərin yanlışlığı üzə çıxır. Məsələn, bəzi adamlar Avropada kafirləri yolda saxlayıb onlara la ilahe illallah kəlməsini dedizdirirlər. Və onlar bu kəlməni deyəndən sonra deyirlər ki, əlhəmdülillah, sən müsəlman oldun. Yəni, bu çox yanlış sözdür. Çünki insan sadəcə la ilahe illallah kəlməsini tələffüz etməklə, lakin onun mənasını bilməməklə heç vaxt müsəlman ola bilməz. Və o la ilahe illallah şəhadəti ona heç vaxt fayda verə bilməz. Çünki la ilahe illallah şəhadətinin ilk vacib olduğunu deyənlər, özləri belə bu kəlmənin müəyyən şərtlərini qeyd edirlər. Bu şərtlər olmayacağı təqdirdə la ilahe illallah kəlməsinin faydasız olduğunu deyirlər. Əsasən də 7 dənə şərti qeyd edirlər. Bunların başında isə elm şərtini gətirirlər, elm şərtini. Yəni onlara görə elm digər 7 şərtin önündə gəlməlidir. Əks halda sonra gələn sidqdir, qəbuldur, yəqinlikdir, sevgidir, ixlasdır və təslimiyyətdir, səhih olmayacaq və heç bir fayda verməyəcək. Yəni o 7 şərtin önündə elm şərtini gətirirlər. Elm də məlum olduğu kimi mərifətullahdır, yəni Allahı tanımaqdır. Yəni cümhur əhl-i sünnətin bu görüşünə irad bildirənlər nəticə etibarilə özləri la ilahe illallahın səhih olması üçün elmi şərt qoşurlar. Yəni onlara görə la ilahe illallah kəlməsinin səhih olması üçün elm şərtdir. Və bu da onu göstərir ki, əhl-i sünnətin ilk vacibin təyin edilməsində sözü səhihdir. Və bu sözə irad bildirmək yersizdir. Və bəlli olur ki, insanın üzərinə ilk vacib, cümhur alimlərin dediyi kimi, mərifətullahdır, yəni Allahı tanımaqdır, Allah barədə bilgiyə yiyələnməkdir. Bu və öncəki dərsimizdə danışdığımız mövzulardan aydın olur ki, əhl-i sünnət qatında uca Allahı tanımaq nəzəri elmdir. Çünki insan mərifətullaha nəzər yetirmək və düşünməklə yiyələnir. Lakin bəzi tayfalara görə, xüsusən də şiələrə görə Allahı tanımaq zəruri, yəni bədihi elm hesab olunur. Və onlar buna dair bir sıra ayətləri və özlərində olan rəvayətləri dəlil gətirirlər. Misal üçün, Allah Cəllə və Alə Quran-ı Kərimdə İbrahim surəsində buyurur ki, Əfilləhi şəkkun fətiris səməvəti vəl-ard. Peyğəmbərlər öz qövmlərinə demişlər ki, göyləri və yeri yaradan Allaha şək mi etmək olar? Həmçinin İbn Teymiyyə rahiməhullah teala mərifətullahın zəruri elm olduğunu demişdi. Yəni onlara bu məsələdə müvafiq olmuşdur. Yəni bu insanlar Allahı tanımağın zəruri elm olduğunu deyirlər. Deyirlər ki, insan doğulanda artıq Allahı tanıyır. Bu fitri bir elmdir. Halbuki biz keçən dərsdə və az öncə də oxuduq ki, əhl-i sünnət qatında Allahı tanımaq zəruri elm deyil, nəzəri elmdir. Ümumiyyətlə, zəruri və nəzəri elm nəyə deyilir? Zəruri elm o elmdir ki, insan ona yiyələnmək və onu dərk etmək üçün hissi və əqli dəlilləri işə salmağa ehtiyac duymur. Yəni, insan hansısa bir məlumatı əldə etmək üçün nə hissi, nə də əqli dəlilləri işə salmağa ehtiyac duymur. Çünki bu elm insanın daxilində zəruri olaraq mövcud olur və onun inkar edilməsi mümkünsüz olur. Yəni, bu insanın daxilində zəruri bir mövcud olan elmdir. Misal üçün, bütöv bir şeyin yarımçıq bir şeydən böyük olmasıdır. Yəni, zəruri bilinir ki, bütöv bir şey yarımçıqdan daha böyükdür. Və yaxud da ki, iki sayı bir sayından daha çoxdur. Bizim dediyimiz bu şeylər zəruri elm hesab olunur. Nəzəri elm isə düşüncə və araşdırma nəticəsində hasil olan elmdir. Araşdırma nəticəsində, düşüncə və təfəkkür nəticəsində əldə edilən elmdir. Lakin nəyə görə biz Allahı tanımağın nəzəri elm olduğunu deyirik? Yəni, nəyə görə biz deyirik ki, o nəzəri elmdir? Nəyə görə biz demirik ki, Allahı fitrətlə tanımaq mümkündür? Çünki əgər mərifətullah,
zəruri elm olsaydı, bu zaman ağıl sahibləri bu həqiqət barədə öz aralarında ixtilafa düşməzdilər. Yəni, əgər o zəruri elm olsaydı, yer üzündə bir ateistə və yaxud bir kafirə rast gələ bilməzdin. Çünki o zəruri bir elmdir. Onu heç kəs inkar etmək gücündə olmaz. Lakin biz bilirik ki, bir çox tayfalar, kafirlər, ateistlər və digər tayfalara mənsub olan insanlar var ki, onlar Allahın Cəllə fi'ulə varlığını belə inkar edirlər. Və Şafii alimlərindən olmuş Bədruddin Əzzərkaşi El-Bəhrul Muhit adlı kitabında bu məsələni müzakirə etdikdən və hər iki görüşü qeyd etdikdən sonra buyurur ki, yəni zəruri və nəzəri olduğunu deyənlərin görüşlərini incələdikdən sonra buyurur ki, "Və-sahihul əvvəl" səhih olan birincidir. Yəni bunun nəzəri elm olmasıdır. Və sonra səbəbin bildirir. Buyurur ki, "İzləv kânət daruriyyətən ləkânət təklifu bihə muhələn və nəhnu mükəlləfûnə bimərifətihi." Çünki əgər mərifətullah, yəni Allahı tanımaq zəruri elm olsaydı, mükəlləfiyyət muhal olardı. Yəni mükəlləfiyyət imkansız bir şey olardı. Halbuki biz onu tanımaqla mükəlləf edilmişik. Çünki Allah Cəllə və Alə Quran-ı Kərimdə buyurur, "Fə'ləm ənəhu la ilahə illallah." Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Yəni Allah Cəllə və Alə Quran-ı Kərimdə bizə buyurur ki, bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Əgər o zəruri elm olsaydı, Allah Taala o şeyi bizə əmr etməzdi. Çünki zəruri bir şey artıq insanın daxilində mövcuddur. Bu səbəbdən buyurur ki, əgər mərifətullah zəruri elm olsaydı, bu halda mükəlləfiyyət mümkünsüz olardı. Nəyə görə? Çünki insan daxilində olan şeylə mükəlləf edilmir. Mükəlləfiyyət yalnız nəzəri olan şeylərdədir. Çünki Allah Cəllə və Alə bizi onu tanımaqla mükəlləf etmişdir. Yəni Allah Taala bizi onu tanımaqla mükəlləf edirsə, deməli bu nəzəri elmdir. Allahın bizi onu tanımaqla mükəlləf etməsinin dəlili də nədir? Muhammed surəsində olan ayət. Fə'ləm ənəhu la ilahə illallah. Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Allah Taala buyurur ki, bil, bunu bil. Təbii ki, bu çox geniş bəhsdir. Yəni bunun zəruri və nəzəri elm olması məsələsi. Lakin biz qısa şəkildə Əhl-i Sünnətin bu barədə mövqeyini öyrəndik və mərifətullahın məhz nəzəri bilgi ilə hasil olduğunu bildik. Və keçən dərsdə qeyd etdik ki, mərifətullah sadəcə uca Allahın varlığı barədə məlumatda olmaq deyil. Yəni Allahı tanımaq o demək deyil ki, insan bilirsə ki, Allah var, artıq bu mərifətullahdır, Allah barədə bilgidir. Xeyr, bilirlər ki, Allah var. Yəni bu həqiqi şəkildə mərifətullahı ifadə edirmi? Bizim alimlərə görə xeyr. Onlar deyirlər ki, bura onun varlığı, onun vacib varlığı, həmçinin onun kamil sifətlərlə vəsf edilməsi daxildir. Yəni insan Allah Taala'nın varlığını bildikdən sonra onun vacibul vücud olduğunu bilməlidir. Vacibul vücud nədir? Yəni Allah Taala'nın varlığı vacibdir. Bunu da bilməlidir. Yəni Allahın varlığı mümkün deyil. Yəni misal üçün biz bilirik ki, məxluqatın, yəni insanların, məxluqatın varlığı mümkün varlıqdır. Yəni Allah Taala istəyib bizi xəlq edib. Allah Taala'nın varlığı isə vacib varlıqdır. Yəni insan bunu da bilməlidir. Həmçinin onun kamil sifətlərlə vəsf edildiyini bilməlidir. Və qısa şəkildə mərifətullah iki rükundan ibarətdir. Birinci, uca Allahın vacib varlıq olduğunu bilməkdir. Yəni Allah vacib varlıqdır, mümkün varlıq deyil. Və ikinci rükun onun kamillik sifətləri ilə vəsf edildiyini bilməkdir. Və alimlərimiz sifətlərin kamilliyi və qeyri-kamilliyi yönündən 4 qismə bölündüyünü deyirlər. 4 qismə bölürlər. Birinci qism xalis kamilliyi ifadə edən sifətlərdir və bunlar 7 sifətdir. Şəriət və ağıl onun kamillik sifətləri olmasına dəlalət edir. Yəni həm şəriət, həm də ağıl bu sifətlərin kamillik vəsfləri olduğuna dəlalət edir. Bunlar hansı sifətlərdir? Əşarilər həmin sifətləri sifatul məani adlandırırlar. Həmbəllər isə həmin sifətlərə sifatul zətiyyə, yəni zati sifətlər deyirlər. Yəni istilahlar fərqli olsa da, hər iki tayfa bu 7 sifətin xalis kamilliyi ifadə etdiyini deyirlər. Həmin sifətlər bunlardır. Elm, qüdrət, iradə, eşitmə, görmə, kəlam və həyatdır. Bu 7 sifət xalis kamilliyi ifadə edir. Və əhl-i sünnət bu sifətlər ətrafında ittifaq etmişlər. Lakin uca Allahın kamilliyi sifətləri bu 7 sifətlə məhdudlaşırmı? Təbii ki, xeyr. Çünki uca Allahın kamilliyi sonsuz və tükənməzdir. Və həmçə alimlərimiz kamillik sifətlərinə izzət, baqelik, qədimlik və bu kimi sifətləri də daxil etmişlər. Baqelik nədir? Yəni Allah Cəllə və Alənin sonsuz olması. Yəni Allah Taala'nın sonu yoxdur. Qədimlik isə Allah Taala'nın əvvəli yoxdur. Yəni Allahın əvvəli və axırı yoxdur. Buna baqelik və qədimlik deyilir. Və bu sifətləri biz zahiri mənası etibarı ilə isbat edirik və bu sifətlərin mənalarını Allaha buraxmırıq. Həmçinin bu sifətləri təvil etmirik. Yəni həmbəllərə görə bu 7 sifət zahiri mənası etibarı ilə isbat edilir.
Və bu sifətlərin mənaları Allah Cəllə və Aləyə buraxılmır, yəni təfvid edilmir. Həmçinin bu sifətlər təvil edilmir. Yəni olduğu kimi ispat edilir. Bu hansı sifətlərdir? Xalis, kamilliyi ifadə edən sifətlər. İkinci qism naqislik sifətləridir. Biz Allahı Cəllə fi'ulə bu sifətlərdən tənzih edirik və qətiyyən onu Allaha nisbət etmirik. Misal üçün, cahillik, zəiflik, acizlik, yuxu, mürgü, unutqanlıq və digər bu kimi naqislik xüsusiyyətləri. Yəni, bu şeylərdən heç biri Allaha nisbət edilə bilməz. Bu, xalis naqisliyi ifadə edən sifətlərdir. Üçüncü qism isə nöqsan təəssüratı yaradan sifətlərdir. Naqis sifətlər deyil, nöqsan təəssüratı yaradan sifətlərdir. Və həmin sifətlər xalis nöqsanı ifadə etmir və sadəcə nöqsan təəssüratı yaradır. Bu qism sifətlər həmbəli imamları qatında təvil edilir. Yəni, alimlərimiz bu sifətləri, yəni həmbəli alimləri məhz bu sifətləri təvil edirlər. Və bu sifətlər barədə inşallah ki, öz məqamında söhbət açacaq. Halbuki bu sifətlər, yəni bu sifətlərin bəzisinə dair həmbəli imamları arasında müəyyən bir ixtilaf var. Məhz bu sifətlər haqqında. Nöqsan təəssüratı yaradan sifətlər. Və dördüncü qism təşbih, yəni bənzətmə təəssüratı yaradan sifətlər. Və bu sifətlər nə xalis kamilliyi, nə də xalis nöqsanı ifadə etmir. Həmin sifətlər bizə nisbətdə hissələrimiz və cismani xüsusiyyətlərimizdir. Yəni, bu sözün mənası nədir? Hissələrimiz və cismani xüsusiyyətlərimiz. Yəni, misal üçün, əl, istiva, göz və bu kimi şeylər bura daxildir. Nəyə görə deyir ki, hissələr və cismani xüsusiyyətlər? Hissələri başa düşdük. Yəni, insanın əli onun bir hissəsidir, qədəmi bir hissəsidir. Cismani xüsusiyyət nədir? Misal üçün, qalxmaq, düşmək, bunlar nədir? Bunlar cismani xüsusiyyətlərdən hesab olunur. Yəni, bir yerdən digər yerə hərəkətin baş verməsi, bu, cismani varlıqların xüsusiyyətlərindən hesab olunur. Ona görə bizim alimlər buyururlar ki, təşbih təəssüratı yaradan sifətlər hansı sifətlərdir? Bizə nisbətdə hissələr və cismani xüsusiyyətlər olan sifətlərdir, vəsflərdir. Və bura dediyim kimi istiva, qədəm, göz, vac, nuzul və bu kimi şeylər daxildir. Həmbəli imamları qatında qeyd etdiyimiz bu qism sifətləri təfvid etmək vacibdir. Bizim alimlərimiz qatında bu sifətləri təfvid etmək vacibdir. Təfvid etmək deyildikdə qəsd olunan, yəni onun mənalarını Allah Cəllə və Aləyə buraxmaq vacibdir. Halbuki bir sıra məqamlarda bu sifətlərin bəzisinin təvil edildiyi də varid olmuşdur. Biz o şeyləri inşallah növbəti dərsdə oxuyacaq. Və həmbəli imamlarının uca Allahın sifətləri barədə etiqadı məhz bu 4 qism çərçivəsində ələ alınmalıdır. Bizim qeyd etdiyimiz bu 4 qism çərçivəsində ələ alınmalıdır. Və biz Allah Cəllə və Aləyanı tanımağın vacibliyi barədə danışdığımız zaman onun zatının həqiqətini, yəni mahiyyətini bilməyi qəsd etmirik. Yəni biz deyəndə ki, mərifətullah vacibdir. Biz Allahı tanımaq dedikdə onun zatının həqiqətini, yəni mahiyyətini bilməyi qəsd etmirik. Allahın zatının həqiqətini qəsd etmirik. Çünki bunu bilmək əqlən mümkün deyil. Yəni heç kəs Allah Taala'nın zatının mahiyyətini bilə bilməz. Ağıl bunu idrak etmək gücündə deyil. Ağıl uca Allahı idrak etməkdən acizdir. Çünki o başqa həqiqətlərdən tamamilə fərqlənir. Yəni Allah Cəllə və Alə biz bilirik ki, haqq məbuddur. Və bizim alimlər buyururlar ki, Allah Taala zehin xaricində mövcud olan bir varlıqdır. Zehin xaricində mövcud olan varlıq deyildikdə qəsd olunan nədir? Yəni var zehnin daxilində, yəni təxəyyülündə mövcud olan bir şey. Bir də var zehnin xaricində. Yəni o həqiqi bir varlıqdır. Biz deyirik ki, Allah Cəllə və Alə həqiqi bir varlıqdır, lakin o digər həqiqətlərdən tamamilə fərqlənir. Və biz sadəcə onun vacib varlıq olmasını, kamilli sifətlərlə vəsf olmasını qəsd edirik. Yəni biz deyəndə ki, mərifətullah, yəni Allahı tanımaq vacibdir. Biz onun sadəcə vacib bir varlıq olduğunu və onun kamilli sifətləri ilə vəsf edilməsini qəsd edirik. Yəni bizim qəsdimiz onun zatının həqiqətini bilməyi deyil. Və bildik ki, Allahı tanımağın vacibliyi şəriətlə sabit olur. Yəni bunu biz dəfələrlə dərs əsnasında qeyd etmişik. Allah Cəllə və Aləyanı şəriətlə tanımaq vacibdir və bu həmbəli imamlarının etiqadıdır. Həmçinin əşarilər Allahı şəriət yolu ilə tanımağın vacibliyini demişlər. Ancaq digər bir məsələ var. Allahı ağılla tanıya bilərikmi, yoxsa Allahı yalnız şəriət gələndən sonra, yəni eşitmə yolu ilə tanımaq mümkündür. Artıq bu tamamilə başqa bir bəhsdir. Yəni həmbəli alimləri bu iki mövzunu bir-birindən ayırırlar. Hansı mövzuları? Yəni biz dedik ki, Allah Cəllə və Aləyanı şəriət yolu ilə tanımaq vacibdir. Vacibiyyət bunun üzərindədir. Lakin biz Allah Taala'nı şəriət gəlməzdən öncə tanıya bilərikmi? Yəni bu
birinci bəhsdən ayrıca öz kitablarında araşdırıb zikr edirlər. Həmbəli imamları qatında üstün və mötəməd olan görüş mərifətullahın şəriətlə hasil olmasıdır. Yəni onlar deyirlər ki, Allah Cəllə və Alanı şəriətlə tanımaq mümkündür. Bundan öncə isə tanımaq mümkün deyil. Əksər həmbəli imamları bunu demişlər. Həmçinin imamlarımız bunu İmam Əhməddən nas olaraq nəql etmişlər. Yəni İmam Əhməd də bu görüşdədir. Bəzi həmbəli imamları uca Allahı ağılla tanımağın mümkün olduğunu demişlər. Bəzi alimlərimiz demişlər ki, bəli, Allah Taala'nı ağılla tanımaq mümkündür. İki şeyi qarışdırmaq lazım deyil. Yəni ağılla tanımaq mümkündür, başqa şeydir. Ağılla tanımaq vacibdir, o fərqli bir şeydir. Yəni həmbəli alimləri hamısı deyirlər ki, Allahı ağılla tanımaq vacib deyil. Allah Taala'nı şəriət yolu ilə tanımaq vacibdir. Lakin Allahı ağılla tanımaq mümkündürmü? Əksər alimlərimiz demişlər ki, xeyr. Bəzi alimlərimiz demişlər ki, bəli, mümkündür. Qad Əbu Ya'la, Əbul Həsən, İbn-i Zəğuni, İbn-i Aqil və İbn-i Cəvzi olmuşlar. Yəni onlar demişlər ki, bəli, Allah Taala'nı ağılla tanımaq mümkündür. Həmçinin əşarilər qatında məşhur olan görüş də budur. Yəni əşarilər də deyirlər ki, Allah Taala'nı ağılla tanımaq mümkündür. Ancaq hər iki görüş sahibləri, yəni həm mümkün olduğunu deyənlər, həm mümkünsüz olduğunu deyənlər, hər iki görüş sahibləri deyirlər ki, icmalı olaraq, yəni yığcam olaraq, icmalı olaraq bu aləmin bir yaradanının olmasını ağıl idrak edir. Yəni ağıl bu aləmi yaradanın olduğunu idrak edir, bəli. Lakin bu icmalı tanımadır. Çünki biz deyik ki, mərifətullah daha geniş bir məfhumdur. Yəni bu aləmi yaradan var, bunu başa düşdük. Lakin mərifətullah nə ilə hasil olur? Mərifətullah Allahın özünü tanımaqdır. Onun Allah olduğunu bilməkdir. Hər iki tayfa deyiblər ki, bəli, bu mümkündür. Onun sifətlərlə, yəni müəyyən bir sifətlərlə vəsf edildiyini də idrak edə bilir. Lakin onların arasında ixtilaf bu bilgiyə əlavə gələn şeylər ətrafındadır. Əlavə gələn şeylərdir. Yəni mərifətullahı daxil olan əlavə şeylər. Və birinci görüş sahibləri buyururlar ki, mərifətullah şəriət yolu ilə hasil olur. Çünki bizim öz ağlımızla aləmi yaradan varlığın Allah olduğunu idrak etməyimiz mümkün deyil. Yəni, bəli, biz idrak edə bilərik ki, aləmi bir varlıq xəlq edib. Lakin onun Allah olduğunu bilməyimiz mümkün deyil. Kim bilə bilər ki, bu aləmi yaradan Allahdır. O Allah ki, onun bu vəsifləri var. Heç kəs. Bu səbəbdən həmbəllər buyurmuşlar ki, bəli, bizim ağlımız bunu idrak etmək gücündə deyil. Bunu yalnız şəriət yolu ilə bilirik. Nə üçün mümkün deyil? Çünki insan ağlının vəzifəsi, yəni onun funksiyası həqiqətləri bir-birindən ayırmaqdır, həqiqətləri idrak etmək deyil. Yəni ağlın əsas funksiyası nədir? Həqiqətləri bir-birindən ayırmaqdır. Misal üçün, ağıl iyilənən şeylə dadılan şeyi bir-birindən ayırır. Həmçinin eşidilən şeylə görülən şeyi bir-birindən ayırır və s. Lakin ağıl müxtəlif şeylərin həqiqətlərini idrak etmək gücündə deyil. Yəni bizim alimlərimiz belə bir açıqlama vermişlər məsələyə. Və bu səbəbdən imamlar bunun şəriət yolu ilə sabit olduğunu demişlər. Və istənilən halda hər iki görüş sahiblərinə görə icmalı olaraq Allahı ağılla tanımaq mümkündür. Yəni icmalı olaraq dedikləri zaman anlayırıq ki, onlar bununla nəyə qəsd edirlər? Yəni deyirlər ki, aləmi bir yaradan olmalıdır. Yəni ağıl bunu idrak edir, bəli ki, bu aləmi bir yaradan var. Lakin o yaradanın kim olduğunu yalnız şəriət yolu ilə bilmək mümkündür. Və inşallah bununla bugünkü dərsimiz başa çatır. Növbəti dərsdə mövzumuzu və həmçinin digər məsələləri müzakirə etməyə davam edəcəyik. Allah Cəllə və Alə bizi eşidib ən gözəl sözlərə tabi olan qullarından etsin. Və əxiru də'vana enilhamdülillahi rabbil aləmin.